Pulos Həvarinin Rumlulara yazdığı məktub, müqəddəmə. Tarixdə öz məzhəbinə Pulos kimi qeyrətli olan adam çox tapılmaz. O, ruhunun ətəşini yatırmaq üçün dini əməlləri yerinə yetirməkdən əsla əsirgəmirdi. O qədər ki, İsa Məsihin peyrəvlərinə əziyyət verib öldürməyi də tarıya bir xidmət hesab edirdi. Pulos üçün həqiqət şəriətin rəsm rüsumlarına əməl etmək idi. Lakin nəhayət həqiqəti ayrı bir yerdə tapdı. İsa Məsihin özündə. Pulos bu məktubda təşrih edir ki, necə insan İsa Məsihə olan iman vasitəsilə həqiqətə çatıb Tanrının hüzuruna gələ bilər. Fəsil 1. Mən Pulos, Məsih İsa'nın qulu, həvari olmağa dəvət olunmuş, Tanrının İncilini yaymaq üçün seçilmiş, o İncil ki, Tanrı öz peyğəmbərləri vasitəsilə əvvəlcədən müqəddəs yazılarda vədə verdi. Öz oğlu haqqında ki, cismən Davudun nəslindən anadan oldu və qüdsiyyət ruhuna görə ölülərdən dirilməyi ilə Tanrının oğlu olduğu qüvvətlə elan edildi, yəni Rəbbimiz İsa Məsih. Biz onun vasitəsilə feyz və həvariliyə nail olduq ki, onun adı üçün insanları bütün xalqlardan, imandan gələn itaətə gətirək. Və siz də İsa Məsihin tərəfindən o dəvət olunmuş insanların arasındasınız. Tanrının Rumda olan və müqəddəsliyə dəvət olunan bütün sevdiklərinə, atamız Tanrıdan və Rəbb İsa Məsihdən sizə feyz və barış olsun. Əvvələn, hamınız üçün İsa Məsihin vasitəsilə Tanrıma şükür edirəm ki, imanınız bütün dünyada elan olunur. O Tanrı ki, bütün ruhumla oğlunun İncilinə xidmət edirəm, şahidimdir ki, necə daim sizi yada gətirirəm. Və dualarımda daim yalvarıram ki, bəlkə bir dəfə Tanrının iradəsi ilə sizin yanınıza gəlməyə yolum düşsün. Sizi görməyi çox arzulayıram. Elə ki, sizi qüvvətləndirmək üçün sizə ruhani bir əta yetirim. Yəni, mən aranızda ikən həm siz və həm mən bir-birimizin imanı ilə təşviq olunaq. Ey qardaşlar, bir xəbər olmağınızı istəmirəm ki, dəfələrlə yanınıza gəlmək niyyətində oldum ki, mənim sizin aranızda da özgə xalqların arasında olduğu kimi bir səmərəm olsun. Lakin indiyəcək bu işi etməkdən mən oldum. Mən həm Yunanlılara, həm də mədəniyyətsizlərə, həm həkimlərə, həm də cahillərə borcluyam. Buna görədir də ki, mən Rumda yaşayan sizlərə də var gücümlə İncili bildirməyə can atıram. Mən İncildən utanmıram, çünki o, iman gətirən hər kəsin xilası üçün Tanrının qüvvətidir. Əvvəl Yəhudinin, sonra da qeyri-Yəhudinin. Çünki İncildə Tanrının ədaləti imandan imana kəşf olunur, necə ki yazılıb, salih adam imanla yaşayacaq. Tanrının qəzəbi göydən insanların bütün tarsızlıq və haqsızlığının ziddinə aşkar olur ki, haqsızlıqla həqiqətə mane olurlar. Çünki Tanrı haqqında o şeylər ki, bilməyi mümkündür, onlara aşkardır. Ona görə ki, Tanrı özü onlara aşkar edib. Dünyanın xilqətindən bəri, onun gözə görünməyən xüsusiyyətləri, yəni əbədi qüvvəti və tarlığı onun yaratdıqları ilə məlum olub açıqca görünür. Buna görə də üzrləri yoxdur. Çünki Tanrını tanıyan halda nə ona Tanrı kimi izzət verdilər, nə də şükür etdilər, lakin düşüncələrində batil oldular. Anlaqsız ürəklərini də qaranlıq bürüdü. Hikmətli olduqlarını iddia edərək axmaq oldular. Və fani olmayan Tanrının izzətini, fani olan insana, quşlara, dörd ayaqlılara və sürünənlərə bənzəyən bütlərlə dəyişdilər.
Bu üzdən tarı onların ürəklərini şəhvətləri içində iffətsizliyə təslim etdi ki, öz aralarında bədənlərini hörmətsiz etsinlər. Onlar tarının həqiqətini yalanla dəyişdilər və xaliq əvəzinə məxluqa pərəstiş və ibadət etdilər. O tarı ki, əbədəcək mübarəkdir. Amin. Bu səbəbdən tarı onları rəzil həvəslərinə təslim etdi. Hətta arvadları təbii əlaqəni qeyri-təbii əlaqə ilə dəyişdilər. Həmən cür kişilər də arvadla olan əlaqədən əl çəkib şəhvətlə bir-birlərinə qızışdılar. Kişilər kişilərlə rüsvaylıq edib öz bədənlərində rəzilliklərinə layiq cəzanı aldılar. Tarını şuurlarında saxlamağa dəyər vermədikləri üçün tarı da onları dəyərsiz düşüncələrə təslim etdi ki, ədəbsiz rəftarlar etsinlər. Onlar hər cür haqsızlıq, cinsi iffətsizlik, pislik, tamah və kinlə doldular. Həsəd, adam öldürmək, ədavət, hilə və pis niyyətlə dolub daşdılar. Qeybətçi, böhtancı, tarıdan nifrət edən, zor deyən, məğrur, fəxr satan, pis işlər ixtira edən, ata-anaya itaətsiz, anlaqsız, imansız, şəfqətsiz və rəhmsizdirlər. Gərçi tarının buyurduqlarını bilirlər ki, belə işlərlə məşğul olanlar ölümə layiqdirlər, nə fəqət belə işlərin etməyinə davam verirlər, edənləri də təşviq edirlər. Fəsil 2. Pəs sən ey özgəsini mühakiməyə çəkən adam, kim olursan ol, sən də üzürsüzsən. Çünki özgəsini mühakimə edən vaxt, özünü də məhkum edirsən. Ona görə ki, özgəsini mühakimə edərək, özün də həmən işləri edirsən. Və biz bilirik ki, tarının mühakiməsi belə işləri edənlərin ziddinə həqiqət əsası üstündədir. Ey, belə işlərlə məşğul olanları məhkum edib, özü də həmən işlərə əməl edən adam. Məgər elə güman edirsən ki, tarının mühakiməsindən qaça biləcəksən? Və ya onun hədsiz mehribanlığına, təhəmmülünə və səbirliyinə həqarət gözü ilə baxırsan. Anlamırsan ki, tarının mehribanlığı səni tövbəyə aparır? Lakin tarının qəzəbinin və adil mühakiməsinin zahir olduğu günündə, qəsavətliyinə və tövbə etməz ürəyinə görə özün üçün qəzəb yığırsan. O tarı ki, hər kəsə öz əməllərinə görə əvəzini verəcək. Davamla yaxşılıq edib, izzət, hörmət və qeyri fani şeyləri axtaranlara əbədi həyat, amma öz mənfəətlərini güdənlərə, həqiqətə baş əyməyib, haqsızlıqdan itaət edənlərə qəzəb və hiddət. Pislicədən hər adama darlıq və zəlillik, əvvəlcə Yəhudiyə, sonra da qeyri-Yəhudiyə. Amma yaxşılıq edən hər adama izzət, hörmət və barış. Əvvəlcə Yəhudiyə, sonra da qeyri-Yəhudiyə. Çünki tarı insanlar arasında fərq qoymaz. Şəriəti bilmədən günah edənlərin hamısı şəriətsiz də həlak olacaqlar. Şəriəti bilərək günah edənlərin də hamısı şəriətlə mühakimə olunacaqlar. Çünki tarının nəzərində şəriəti eşidənlər yox, ona əməl edənlər salih sayılırlar. Doğrudan da şəriətə malik olmayan millətlər o zaman ki, şəriətin tələb etdiklərini təbiətən yerinə yetirirlər, şəriətə malik olmadıqları halda bunlar özləri özlərinə şəriətdir. Onlar bununla göstərirlər ki, şəriətin tələb etdikləri onların ürəklərində yazılıb. Vicdanları buna şahiddir və fikirləri gah onlara ittiham vurur, gah da onlardan difa edir. Mənim yaydığım İncilə görə, o gün ki, tarı İsa Məsihin vasitəsilə insanların gizli işlərini mühakimə edəcək, belə olacaq. İndi sən, əgər özünü Yəhudi çağırırsan və şəriətə bel bağlayıb tarıya fəxr edirsən, əgər şəriətdən təlim aldığına görə onun iradəsini bilib lap üstün dəyərləri ayırt edirsən, əgər arxayınsan ki, şəriətdə elmin və həqiqətin əsasını tapdığına görə
korlara bələdçi, qaranlıqda olanlara işıq, ağılsızlara ustad və körpələrə müəllimsən? Bəs nə üçün özgələrə öyrədən halda özünə öyrətmirsən? Oğurlamamağı vəz edib, özün oğurlayırsan? Zina etmə dediyin halda özün zina edirsən? Bütlərdən nifrət etdiyin halda məbədləri soyursan? Şəriətə fəxr edən halda onu pozub tarını hörmətsiz edirsən? Necə ki yazılıb, sizin üzüzdən qeyri-yəhudilər arasında tarının adına küfr deyilir. Xətnənin ancaq o zaman dəyəri var ki, sən şəriətə əməl edəsən. Lakin əgər sən şəriəti pozursan, xətnə olunmamış kimi olursan. Əgər xətnə olunmayan şəriətin tələb etdiklərini yerinə yetirsə, məgər onun xətnə olunmadığı ona xətnə sayılmaz. O adam ki, cismən xətnə olunmayıb, lakin şəriəti yerinə yetirir, səni məhkum edəcək. Sən ki, müqəddəs yazılara və xətnəyə sahib olduğun halda şəriət pozansan. Çünki zahiri yəhudi olan yəhudi deyil. Zahirdə, cismdə xətnə olunan da xətnəli deyil. Xeyr, içdən yəhudi olan yəhudidir. Xətnə də ürəyin xətnə olunmasıdır ki, o da müqəddəs yazılarla yox, ruhun vəsiləsi ilə olur. Belə adamın tərifi də insandan yox, tarıdandır. Fəsil 3. Bu halda yəhudi olmağın nə əfzəlliyi var və ya xətnənin nə faydası? Hər tərəfdən baxasan çoxdur. Hər şeydən əvvəl bu ki, tarının sözləri onlara əmanət verilir. Əgər onlardan bəzisi iman gətirmədilər, o zaman nə olur? Məgər onların imansızlığı tarının vəfadarlığını ləğv edə bilər? Əsla. Bütün insanlar yalancı olsalar da, tarı öz sözünə vəfalı qalacaq. Necə ki yazılıb da, elə ki sözlərində doğru çıxasan və mühakimə etdiyin zaman davanı qazanasan. Amma əgər bizim haqsızlığımız tarının salih olduğunu daha çox aşkara çıxardır, buna nə deyə bilərik? Qəzəblə cəzalandıran tarı salih deyil. İnsanların düşündüyü kimi danışıram. Yəqin ki yox. Əgər belə olsa, o zaman tarı dünyanı necə mühakimə edə bilər? Çünki əgər mənim yalanım tarının həqiqətini və onun cəlalını daha çox aşkara çıxardır, bəs nə üçün mən hələ də bir günahkar kimi mühakimə gərək olunam? Və nə üçün bəzilərinin bizə iftira atdığı kimi etməyək, necə ki iddia edirlər ki, biz belə öyrədirik. Gəlin, pislik edək ki, yaxşılıq gəlsin. Belə adamların məhkum olması daha da ədalət. Bəs nə deyək? Aya heç əfsəlliyimiz var? Əsla. Çünki artıq sabit etdik ki, həm yəhudilər, həm də qeyri-yəhudilər hamısı günah altındadırlar. Necə ki yazılıb da, salih olan heç kəs yox, bir nəfər belə. Anlayan biri yox, tarını axtaran biri yox, hamısı azıblar, birlikdə faydasız olublar, yaxşılıq edən heç kəs yox, bir nəfər belə. Boğazları açıq qəbirdir, dilləri hilə işlədir, dodaqlarında əf'i zəhəri var. Ağızları lənət və acı sözlərlə doludur. Ayaqları qan tökmək üçün tələsir. Yollarında viranlıq və fəlakət var və barış yolunu tanımayıblar. Gözləri qabağında tarının qorxusu yoxdur. Biz bilirik ki, şəriətdə deyilən hər şey, şəriətin hakimiyyəti altında olanlara deyilir ki, hər ağız bağlansın və bütün dünya tarıya hesab verməli olsun. Beləcə, şəriətin tələb etdiklərini yerinə yetirməklə heç bir insan tarının nəzərində təbrəə ola bilməz. Çünki günahın nə olduğu şəriətin sayəsində dərk olunur. Amma indi tarının salihliyi zahir olub ki, şəriətə bağlı deyil və buna həm şəriət, həm də peyğəmbərlər şəhadət verirlər. Tarıdan gələn bu salihlik İsa Məsihə olan iman vasitəsilə bütün ona iman gətirənlərə verilir. İnsanlar arasında heç fərq yoxdur. Çünki hamı günah edib və tarının izzətindən məhrum qalıb.
və onun feyzi ilə Məsih İsa'nın tərəfindən gələn nicat vasitəsilə bu salihliyi bir hədiyyə kimi alırlar. Tanrı onun qanında olan iman vasitəsilə onu qabaqcadan kəffara qurbanı təyin etdi. Bunu onun üçün etdi ki, salihliyini görsətsin. Çünki Tanrı öz səbrində qabaqca əncam tapan günahları cəzasız buraxmışdı. Bunu onun üçün etdi ki, indiki zamanda salihliyini zahir etsin, elə ki, özü salih qalsın və İsa'ya iman gətirəni təbriə etsin. Beləcə, nə ilə fəxr edə bilərik? Heç bir şeylə. Hansı üsula görə? Şəriəti yerinə yetirmək üsula? Xeyr, ancaq iman üsuluna görə. Çünki inandığımız budur ki, İnsan şəriəti yerinə yetirməklə yox, iman vasitəsilə təbriə olunur. Məgər Tanrı ancaq yəhudilərin Tanrısıdır. Məgər qeyri-yəhudilərin də Tanrısı deyil. Əlbəttə, qeyri-yəhudilərin də Tanrısıdır. Çünki ancaq bir Tanrı var və o, həm xətnə olunanları, həm də xətnə olunmayanları iman vasitəsilə salih sayacaq. Beləcə, aya biz imanla şəriəti ləğv edirik? Əsla əksinə onu möhkəmlədik. Fəsil 4. Bəs cismani atamız İbrahim haqqında nə deyək? O nə tapdı? Əgər İbrahim öz əməlləri ilə salih sayılsaydı, fəxr etməyə bir şey var. Lakin Tanrının hüzurunda yox. Müqəddəs yazı nə deyir? İbrahim Tanrıya iman gətirdi, bu da onun haqqında salihlik sayıldı. İşləyən bir adamın ücrəti ona hədiyyə sayılmaz. Bu, onun haqqıdır. Lakin işləməyən bir adam ki, pis adamları təbriə edənə iman gətirir, imanı ona salihlik sayılır. Necə ki, Davud da o adamın bəxtəvərliyindən danışır ki, Tanrı onun əməlinə baxmayaraq onu salih sayır. Xoş o adamların halına ki, üsyanları bağışlanır, günahları əfv olunur. Xoş o adamın halına ki, Rəbb onun günahını hesaba gətirməz. Aya, bu bəxtəvərlik ancaq xətnə olunanlaradır, yoxsa xətnə olunmayanlara da aiddir. Çünki deyirik ki, İbrahimin imanı ona salihlik sayıldı. Nə şəraitdə sayıldı? Xətnə olandan sonra idi, yoxsa qabaq? Xətnə olandan sonra yox, qabaq idi. Və xətnənin əlamətini aldı, imandan gələn salihliyin möhürünü ki, xətnə olunmamışdan da var idi. Elə ki, o, bütün o adamların da atası olsun ki, xətnə olunmadıqları halda iman gətirirlər ki, onlar da salih sayılsınlar. Beləcə, atamız İbrahim xətnə əhlinə də ata oldu ki, ancaq xətnə olduqlarına qalmayıb, o imanın izlərində yeriyirlər ki, onun xətnə olunmasından qabaq da var idi. Şəriətin vasitəsilə deyildi ki, İbrahim və onun nəslinə dünyanı miras alacaqları vədə verildi. Bu, onun üçün idi ki, iman vasitəsilə salih sayıldılar. Çünki əgər şəriətlə yaşayanlar varis olsalar, iman boş olar, vədə də batil. Çünki şəriət Tanrının qəzəbini hasil gətirər. Şəriət olmayan yerdə də onu ayaq altında qoyan olmaz. Buna görə də vədə iman vasitəsilə gəlir, elə ki, onun feyzinə bağlı olsun və İbrahimin bütün nəslini bürüsün. Ancaq şəriətə bağlı olanları yox, İbrahimin imanına malik olanları da ki, hamımızın atasıdır. Necə ki yazılıb, səni bir çox xalqların atası etdim. İnandığı Tanrının nəzərində o Tanrı ki, ölülərə həyat verir və olmayan şeyləri varlığa çağırır. Ümid əsla yox ikən İbrahim ümidlə iman gətirdi və beləcə bir çox xalqların atası oldu. Necə ki, ona deyilmişdi də ki, sənin nəslin belə olacaq. İmanında zəifləmədi və özünün təxminən 100 yaşlı bədəninin ölmüş kimi olduğuna əhəmmiyyət vermədi. Saranın da bətninin qısırlığına əhəmmiyyət vermədi. Və Tanrının vədəsinə imansızlıqla şəkk etmədi. Lakin imanında möhkəm olub Tanrını izzətləndirdi. Və kamil arxayın idi ki, Tanrı verdiyi vədəni yerinə yetirməyə də qadirdir. Buna görə də imanı ona salihlik sayıldı.
salihlik sayıldı sözləri ancaq onun üçün yazılmadı. Bizim üçün də yazıldı ki, Tanrı bizə salihlik sayacaq. Bizə də ki, Rəbbimiz İsanı ölülərdən dirildənə iman gətirmişik. Ki, bizim günahlarımızdan ötürü ölümə təslim olundu və bizim salih sayılmağımız üçün dirildildi. Fəsil 5. Beləcə, iman vasitəsilə salih sayıldığımız üçün, Rəbbimiz İsa Məsih vasitəsilə Tanrı ilə barışımız var. Elə onun vasitəsilə də içində durduğumuz bu feyzi imanla ələ gətirdik və Tanrının izzətinin ümidinə fəxr edirik. Və ancaq bu qədər yox, müsibətlərdə də fəxr edirik. Çünki bilirik ki, müsibət təhəmmül yaradar. Təhəmmül şəxsiyyət, şəxsiyyət də ümid və ümid utandırmaz. Çünki Tanrının məhəbbəti bizə verilən müqəddəs ruhun vasitəsilə ürəklərimizə tökülüb. Çünki biz hələ zəif ikən, Məsih müəyyən zamanda günahkarlar yolunda öldü. Salih bir adamın əvəzində kimsənin ölməsi çətin baş verər. Yaxşı bir adamın əvəzində bəlkə də biri ölməyə cəsarət etsin. Lakin Tanrı bizə olan məhəbbətini bununla isbat edir ki, biz hələ günahkar ikən Məsih bizim əvəzimizdə öldü. İndi ki, onun qanı ilə salih sayılmışıq, bəs nə qədər artıq onun vasitəsilə də Tanrının qəzəbindən xilas olacaq. Çünki əgər biz Tanrının düşməni olan halda onun oğlunun ölməsi ilə Tanrı ilə barışdıq, bəs nə qədər daha çox barışmış olan halda onun həyatı ilə xilas olacaq. Ancaq bu qədər də yox. Hətta Tanrıda da Rəbbimiz İsa Məsihin vasitəsilə fəxr edirik ki, indi onun vasitəsilə barışığa nail olmuşuq. Buna görə necə ki, günah tək bir adamın vasitəsilə və ölüm də günahın vasitəsilə dünyaya girdi, eləcə də ölüm bütün insanlara gəldi. Çünki hamı günah edir. Şəriətdən qabaq da dünyada günah var idi, lakin şəriət olmayan yerdə günah hesaba sayılmaz. Amma Adəmdən Musaya qədər ölüm hamıya hökmranlıq etdi. Hətta onlara da ki, Adəmin günahına bənzər bir günah etmədilər. Adəm o gələcək adamın surəti idi. Amma Tanrının əvəzsiz hədiyyəsi təqsir kimi deyil. Çünki əgər bir nəfərin təqsiri üzündən çox adam öldülər, Tanrının feyzi və tək bir adamın, yəni İsa Məsihin feyzi ilə verilən hədiyyə bir çoxlarının üstünə çoxalır. Və Tanrının hədiyyəsi o tək bir nəfərin günahının nəticəsi kimi deyil. Bir günahdan sonra gələn hökm məhkumiyyət gətirdi, lakin çox təqsirlərdən sonra gələn hədiyyə salihlik gətirdi. Çünki əgər ölüm bir tək adamın təqsiri üzündən o tək adamın vasitəsilə hökmranlıq etdi, bəs nə qədər çox o adamlar ki, Tanrının bol feyzini və salihlik hədiyyəsini qəbul edirlər, o tək bir adam, yəni İsa Məsihin vasitəsilə həyatda hökmranlıq edəcəklər. Deməli, bir günah üzündən necə bütün insanlara məhkumiyyət gəldi, eləcə də bir salih əməl üzündən bütün insanlara həyat salihliyi gəldi. Çünki necə bir nəfərin itaətsizliyi bir çoxlarını günahkar etdi, eləcə də tək bir nəfərin itaəti sayəsində bir çoxları salih sayılacaqlar. Şəriət araya girdi ki, günah çoxalsın, lakin günah çoxalan yerdə Tanrının feyzi daha da çoxaldı. Elə ki, günah ölümlə hökmranlıq etdiyi kimi feyz də Rəbbimiz İsa Məsihin vasitəsilə, salihliyin vasitəsilə əbədi həyat vermək üçün hökmranlıq etsin. Fəsil 6. Bəs nə deyək? Günah etməyə davam verək ki, Tanrının feyzi çoxalsın? Əsla. Biz ki, günaha öldük, artıq onda necə yaşaya bilərik? Məgər bilmirsiniz ki, bizim hamımız ki, Məsih İsa'da təmid olunmuşuq, onun ölümünə təmid olunmuşuq. Buna görə də, onun ölümünə təmid olunmaqla
biz də onunla bərabər dəfn olunmuşuq, elə ki, necə Məsih ata izzətinin vasitəsilə ölülərdən dirildi, biz də həmən cür həyatın təzəliyində yaşayaq. Əgər onun ölümünə bənzər bir ölümdə onunla bir olmuşuq, onun dirilməsinə bənzər bir dirilmədə də onunla bir olacaq. Və bunu bilirik ki, köhnə mənliyimiz onunla çarmıxa çəkildi, elə ki, günahın bədəni qüvvətdən düşsün və artıq günaha qul olmayaq. Çünki ölmüş adam günahdan azad olub. Əgər Məsihlə ölmüşük, onunla yaşayacağımıza da inanırıq. Və bilirik də ki, Məsih ölülərdən dirilmiş olduğuna görə bir daha ölməyəcək. Ölüm də onun üstünə artıq hökmranlıq etməyəcək. O ki öldü, bir dəfəlik günaha öldü, lakin yaşadığı həyatı Tanrıya yaşayır. Beləcə siz də özünüzü günaha ölü, amma Məsih İsa'da Tanrıya diri sayın. Və qoymayın ki, günah sizin fani bədəninizə hökmranlıq etsin, elə ki, onun hava həvəslərindən itaət edəsiniz. Bədəninizin üzvlərini də pislik alətləri olmaq üçün günaha təslim etməyin. Lakin özünüzü ölülərdən dirilənlər kimi Tanrıya və bədəninizin üzvlərini də salih alətləri olmaq üçün Tanrıya təslim edin. Günah sizə hökmranlıq etməyəcək, çünki siz şəriət altında yox, feyz altındasınız. İndi nə? Şəriətin hakimiyyəti altında yox, feyz altında olduğumuz üçün günah edək? Əsla. Əgər bilmirsiniz ki, itaət edən qullar kimi özünüzü kimə təslim edəsiniz, onun qullarısınız. İstər ölüm gətirən günaha olsun, istər salihlik gətirən itaətə. Amma Tanrıya şükür olsun ki, qabaqca günahın qulları olduğunuz halda, o təlimdən, ürəkdən itaət etdiniz ki, özünüzü ona təslim etdiniz. Və günahdan azad olub, salihliyin qulu olubsunuz. Cismani təbiətinizin zəifliyi üzündən insanların düşündüyü kimi söhbət edirəm. Necə ki, üzvlərinizi qabaqca pislik və şəriətsizliyə qul kimi təslim etmişdiniz və nəticəsi də bu idi ki, şəriəti daha çox ayaq altına qoyasınız, eləcə də indi üzvlərinizi salihliyə qul kimi təslim edin ki, nəticəsi də sizin müqəddəs olmağınızdır. Çünki siz günahın qulları olduğunuz zaman salihlikdən azad idiniz. Bəs o zadlardan ki, indi onlardan ötürü utanırsınız, o zaman nə səməriniz var idi? Çünki onların axırı ölümdür. Amma indi günahdan azad edilib Tanrıya qul olduğunuz üçün aldığınız səmərə müqəddəslikdir. Axırınız da əbədi həyat. Çünki günahın üzvü ölümdür. Lakin Tanrının hədiyyəsi Rəbbimiz Məsih İsa'da əbədi həyatdır. Fəsil 7. Ey qardaşlar, məgər bilmirsiniz ki, bunu şəriəti bilənlərə deyirəm. Məgər bilmirsiniz ki, şəriət ancaq adam diri ikən onun üstündə hakimiyyəti var. Məsələn, ərli arvad qanunla ərinə o zamanacaq bağlıdır ki, o diridir. Amma əri öldüyü zaman arvad nikah qanunundan azaddır. Buna görə, əgər arvad əri diri ikən özgə bir adama ərə getsə, zinakar çağırırlar. Lakin əgər əri ölsə, arvad qanundan azad olur və özgə bir adama ərə getdiyi vaxt zinakar olmur. Eləcə də siz, qardaşlarım, Məsihin bədəninin vasitəsilə şəriətə ölübsünüz ki, bir özgəsininki olasınız. Yəni, ölülərdən dirilmiş olan Məsihinki olasınız, elə ki, Tanrı üçün səmərə gətirəsiniz. Çünki biz cismdə yaşayar ikən, günahlı hava həvəslər ki, şəriətin vasitəsilə bəlli olmuşdu, üzvlərimizdə fəal idi ki, ölüm üçün səmərə gətirək. Amma indi, əvvəlcə əsiri olduğumuz şəriətə ölüb, ondan azad olduq ki, hərfin köhnəliyində yox, ruhun təzəliyində qulluq edək. Bəs nə deyək, məgər şəriət günahdır? Əsla. Şəriət olmasaydı, günahın nə olduğunu bilməzdin.
Çünki əgər şəriət tamah etmə deməsəydi, tamahın nə olduğunu anlamazdım. Lakin günah fürsət tapıb bu əmrin vasitəsilə məndə cürbəcür tamahı hasil gətirdi. Çünki şəriət olmasa günah ölüdür. Bir zaman şəriət yox ikən mən diri idim. Lakin o əmr gələn vaxt günah dirildi və mən öldüm. Beləcə bu əmr ki mənə həyat vermək üçün idi, mənə ölüm gətirdi. Çünki günah o əmrin vasitəsilə fürsət tapıb məni aldatdı və onunla məni öldürdü. Pəs şəriət müqəddəsdir, əmr müqəddəs, salih və yaxşıdır. Beləcə, məgər yaxşı olan şey mənə ölüm gətirdi? Əsla. Günah mənə yaxşı şeyin vasitəsilə ölüm gətirdi ki, əmrin səbəbinə görə günahın nəhayət dərəcə günahlı olduğu tanınsın. Biz bilirik ki, şəriət ruhanidir. Amma mən cismaniyəm, nökər kimi də günaha satılmışam. Çünki nə etdiyimi anlamıram. İstədiyim şeyi etmirəm, lakin nifrət etdiyim işi görürəm. Əgər istəmədiyim işi görürəm, onda təsdiq edirəm ki, şəriət yaxşıdır. Buna görə də ona əməl edən artıq mən deyiləm, məndə olan günahdır. Bilirəm ki, məndə, yəni cismimdə yaxşı bir şey yaşamır. Çünki yaxşı şey etməyin istəyi məndə var, lakin onu etməyə qadir deyiləm. Çünki istədiyim yaxşı şeyi etmirəm, lakin istəmədiyim pis işi görürəm. Amma əgər istəmədiyim şeyi edirəm, onu edən artıq mən yox, məndə olan günahdır. Beləcə bu əsli tapıram. Yaxşılıq etmək istəyən halda məndə pislik hazırdır. Çünki içimdəki varlığım Tanrının şəriətindən kef edir, amma üzvlərimdə ayrı bir şəriətlə görürəm ki, ağlımın təsdiq etdiyi şəriətlə mübarizə edir və üzvlərimdə olan günahın şəriətinə məni əsir edir. Nə yazıq bir adamam mən? Ölümün bu bədənindən məni kim xilas edəcək? Rəbbimiz İsa Məsihin vasitəsilə Tanrıya şükür edirəm. Beləcə mən öz ağlımla Tanrının şəriətinə, lakin cismani təbiətimlə günahın şəriətinə qulluq edirəm. Fəsil 8. Buna görə indi Məsih İsa'da olanlara heç bir məhkumiyyət yoxdur. Çünki Məsih İsa'da olan həyat ruhunun şəriəti məni günah və ölümün şəriətindən azad etdi. Çünki Tanrı bizə o şey etdi ki, cism üzündən zəif olan şəriət onu edə bilmirdi. Öz oğlunu günahlı cismin bənzəyişində günah üçün qurban göndərib, cismdə olan günahı məhkum etdi ki, şəriətin tələb etdikləri bizdə yerinə yetişsin. Biz ki, cismə görə yox, ruha görə yaşayırıq. Çünki cismin dalınca olanlar fikirlərini cismani şeylərin üstünə qoyublar. Lakin ruhun dalınca olanlar fikirlərini ruhani şeylərin üstünə qoyublar. Cismin üstünə qoyulan fikir ölümdür. Lakin ruhun üstünə qoyulan fikir həyat və barışdır. Bu səbəbdən ki, cismin üstünə qoyulan fikir Tanrıya düşmənçilik edir. Çünki Tanrının şəriətinə tabe deyil və ola da bilməz. Cismə görə də yaşayanlar Tanrını razı edə bilməzlər. Lakin əgər Tanrının ruhu sizdədir, siz cismdə yox, ruhdasınız. Amma kimdə Məsihin ruhu yoxdur, o adam Məsihə aid deyil. Amma əgər Məsih sizdədir, bədəniniz günah üzündən ölüdür. Amma ruhunuz salihlik üzündəndir. Əgər İsa'nı ölülərdən dirildənin ruhu sizdə yaşayır, o zaman Məsihi ölülərdən dirildən, sizin də fani bədənlərinizə sizdə yaşayan öz ruhu ilə həyat verəcək. Beləcə, qardaşlar, biz cismimizə borclu deyilik ki, cismimizə görə yaşayaq. Çünki əgər cismə görə yaşayasınız, ölərsiniz. Lakin əgər cismin əməllərini ruhun vasitəsilə öldürəsiniz, yaşayarsınız. Çünki Tanrının ruhu ilə hidayət olunanların hamısı Tanrının oğullarıdırlar. Doğrudan da qulluq ruhunu almayıbsınız ki, cinə, qorxu içində yaşayasınız. Oğulluq ruhunu alıbsınız ki, onun vasitəsilə Aba, ata çağırırıq. İndi elə həmən ruh bizim ruhumuzla şəhadət verir ki, biz Tanrının övladlarıyıq.
İndi əgər onun övladlarıyıq, deməli, onun varisləriyik də. Tanrının varisləri və Məsihin miras şəriki. Əgər həqiqətən onun çəkdiyi əzablarında biz də şərik oluruq ki, beləcə onun izzətində də şərik olaq. Belə düşünürəm ki, çəkdiyimiz indiki əzablar bizə zahir olacaq izzətlə heç müqayisəyə gəlməz. Çünki xilqət Tanrının oğullarının zuhurunu böyük bir həsrətlə gözləyir. Çünki xilqət öz iradəsi ilə yox, onu tabe etdirənin iradəsi ilə çürüməyə tabe olub. Bu ümidlə ki, xilqət özü də çürüməyin əsarətindən azad olacaq və Tanrının övladlarının şövkətli azadlığına gətiriləcək. Çünki bilirik ki, bütün xilqət indiyə kimi birlikdə nalə edib doğum ağrısı çəkir. Və ancaq bu yox, biz də ki, ruhun nobarını almışıq, biz özümüz də öz içimizdə nalə edib oğulluğa alınmağı, yəni bədənimizin xilasını gözləyirik. Çünki biz ümidlə nicat tapdıq, lakin gözə görülən ümid deyil. Çünki gördüyü şeyə nə üçün ümid bağlasın? Lakin əgər görmədiyimiz şeyə ümid bağlayaq, onu səbrlə gözləyərik. Fəsil 9. Məsihdə həqiqəti deyirəm, yalan danışmıram. Vicdanım da, müqəddəs ruhda dediklərimi təsdiq edir. Ürəyimdə böyük bir qəm, daimi bir istirab var. Çünki istəyə bilərdim ki, qardaşlarımın xatiri üçün, cismən həmvətənlərimin xatiri üçün, mən özüm Məsihdən uzaqlaşıb lənət olunum. Onlar İsraillidirlər ki, oğulluq və izzət, əhdlər, şəriətin verilməsi, məbədin xidməti və vədələr onlarındır. Böyük atalar da onlarındır. Məsih də cismən onlardandır. O ki, hər şeyin üstünə əbədə kimi mübarək tarıdır. Amin. Lakin belə deyil ki, Tanrının kəlamı boşa çıxıb, çünki İsraildən olanların hamısı İsrail deyil. İbrahim nəslindən olanların hamısı da İbrahimin övladları deyil. Amma sənin nəslin İshaqdan adlandırılacaq. Bu, o deməkdir ki, Tanrının övladları cismani övladlar yox, vədənin övladlarıdırlar ki, İbrahimin nəsli sayılırlar. Çünki vədə belə verildi. Bu vaxt gələcəyəm və Saranın oğlu olacaq. Ancaq bu yox, Rəfqə də bir kişidən, yəni atamız İshaqdan boylu oldu. Və iki oğul hələ anadan olmamış və yaxşılıq ya da pislik etməmiş ikən, ona görə ki, Tanrının seçmə barədə olan məqsədi əməllərdən yox, onun dəvətindən olsun, Rəfqəyə deyildi, böyükü kiçiyinə qulluq edəcək. Necə ki, hətta yazılıb da, Yəqubu sevdim, lakin İsudan nifrət etdim. İndi nə deyək, məgər Tanrının yanında haqsızlıq var? Əsla. Çünki o Musaya deyir, kimə rəhmim gəlsə rəhm edəcəyəm, kimə ürəyim yansa şəfqət göstərəcəyəm. Beləcə, indi insanın istəyinə və ya onun səy etməyinə deyil, ancaq mərhəmət edən Tanrıya bağlıdır. Çünki müqəddəs yazıda Firona deyir, səni buna görə ucatdım ki, qüvvətimi səndə görsədim və adım bütün yer üzündə elan edilsin. Deməli, Tanrı kimə istəyir mərhəmət edir və kimə istəyir ürəyini bərk etməyə icazə verir. İndi sən mənə deyə bilərsən, bəs Tanrı daha nə üçün bizi təqsirkar tapır? Məgər onun iradəsinin ziddinə kim durur? Lakin sən ey insan, kimsən ki Tanrıya belə cavab qaytarırsan? Məgər şəkil verirən biri ona şəkil verənə deyə bilər ki, məni nə üçün bu cür yaratdın? Məgər küzəgərin palçıq üstünə ixtiyarı yoxdur ki, həmən palçıq yığınından bir qabı hörmətə və bir qabı da hörmətsizliyə qayırsın? Əgər Tanrı qəzəbini göstərmək və qüvvətini bildirmək istəyən halda, qəzəbinə hədəf olan həlak üçün hazırlanmış qablara böyük səbrlə təhəmmül edə, buna nə deyək?
O bunu onun üçün etdi ki, cəlalının bolluğunu mərhəmət tapan qablara bildirsin, o qablara ki, əvvəlcədən izzət üçün hazırlamışdı. Hətta bizləri də ki, ancaq yəhudilər arasından yox, qeyri-yəhudilər arasından çağırdı. Necə ki, Huşəyin kitabında deyir, xalqım olmayana xalqım, sevgilim olmayana sevgilim deyəcəyəm. Və vaqe olacaq ki, xalqım deyilsiniz deyildiyi yerdə, onlar diri tarının oğulları çağırılacaqlar. Və Eşəya İsrail haqqında nida edir, İsrail oğullarının sayı dəhənz qumu qədər olsa da, ancaq tək birazı nicat tapacaq. Çünki Rəbb hökmünü yer üzünə kamil bir şəkildə tezliklə icra edəcək. Və necə ki, Eşəya qabaqcadan demişdi də ki, əgər səmavi fovcuların Rəbbi bizi nəsilsiz buraxsaydı, Sodom kimi olardıq, Qəmurəyə bənzərdik. Bəs nə deyək? Bunu ki, salihliyin dalısına düşməyən qeyri-yəhudilər salihliyi ələ gətiriblər. O salihlik ki, imandan gəlir. Amma İsrail ki, salihlik şəriətinin dalısına düşmüşdü, bu şəriətə çatmadı. Nə üçün? Çünki imanla yox, şəriətin əməllərindən olacaq kimi onun dalısına düşmüşdülər, büdrəmə daşının üstünə büdrədilər. Necə ki yazılıb, bax, Səhyunda bir büdrəmə daşı, yıxılmaq qayası qoyuram. Ona iman gətirən utandırılmayacaqdır. Fəsil 10. Ey qardaşlar, ürəyimdəki arzu və İsrail üçün tarıya, duam onların xilası üçündür. Çünki onların barəsində şəhadət verirəm ki, tarı üçün qeyrətləri var, lakin dərk üstündə deyil. Çünki tarıdan gələn salihliyi anlamayıb, öz salihliklərini bərqərar etməyə çalışmaqla tarının salihliyinə tabe olmadılar. Ona görə ki, Məsih hər iman gətirənin salih sayılması üçün şəriətin nəhayətidir. Çünki Musa şəriətdən gələn salihlik haqqında yazır ki, onu yerinə yetirən adam onunla yaşayacaq. Amma imandan gələn salihlik belə deyil. Ürəyində demə ki, göyə kim qalxacaq ki, Məsihi endirsin? Və ya ölülər diyarına kim enəcək ki, Məsihi ölülərdən qaldırsın? Bəs nə deyir? Kəlam sənə yaxındır, ağzında və ürəyindədir. Yəni, o iman kəlamı ki, biz onu vəz edirik. Çünki əgər sən ağzınla İsa'nın Rəbb olduğunu iqrar edib, ürəkdən inanasan ki, tarı onu ölülərdən diriltdi, nicat taparsan. Ona görə ki, insan ürəkdən iman etməklə salih sayılır, imanını ağzı ilə iqrar etməklə nicat tapır. Çünki müqəddəs yazı deyil, ona iman gətirən heç kim utandırılmayacaqdır. Onun üçün ki, Yəhudi ilə qeyri-Yəhudi arasında fərq yoxdur. Hamısının Rəbbi birdir. Onu çağıranların hamısına da səxavətlə bərəkət verir. Çünki Rəbbin adını çağıran hər kəs nicat tapacaq. İman gətirmədikləri o kimsəni necə çağıracaqlar? Eşitmədikləri kimsəyə necə iman gətirəcəklər? Vəz edən olmasa necə eşidəcəklər? Və əgər göndərilməsələr, necə vəz edəcəklər? Necə ki yazılıb, nə gözəldir yaxşı şeyləri müjdə verənlərin ayaqları. Amma müjdəyə hamı qulaq asmadı, çünki Eşəya deyir, Ya Rəbb, verdiyimiz xəbərə kim inandı? Beləcə, iman eşitməkdən, eşitmək də Məsihin kəlamı ilədir. Lakin deyirəm, məgər eşitmədilər? Əlbəttə ki, eşitdilər. Onların səsi bütün yer üzünə, sözləri dünyanın uclarına qədər çatdı. Bir də deyirəm, məgər İsrail anlamadı? Musa əvvəlcədən deyir, tayfa olmayanla sizi qeyrətə gətirəcəyəm. Fəhmsiz bir tayfa ilə sizi hirsləndirəcəyəm. Lakin Eşəya cürət edib deyir, məni axtarmayanlar məni tapdılar, məni tələb etməyənlərə mən zahir oldum. Lakin İsrail haqqında belə deyir. Bütün gün əllərimi itaətsiz və asi bir xalqa uzatdım. Fəsil 11. Beləcə soruşuram. Məgər tarı öz xalqını rədd edib,
Əsla. Çünki mən də İbrahimin nəslindən, Benyamin qəbiləsindən olan bir İsrailliyəm. Tarı əvvəlcədən tanıdığı öz xalqını rədd etməkdir. Məgər siz müqəddəs yazının İlya haqqında nə dediyini bilmirsiniz. İlya İsraildən Tarıya şikayət edib deyir, Ya Rəbb, sənin peyğəmbərlərini öldürüblər, sənin qurbancaqlarını yıxıblar və mən tək qalmışam, mənim də canımı axtarırlar. Lakin Tarıdan ona gələn cavab nədir? Mən özüm üçün 7000 nəfər saxlamışam ki, Bəəl qabağında diz çökməyiblər. Beləcə, indiki vaxtda da Tarının feyzi ilə seçilən bir qalanlar var. Lakin əgər feyzlədir, artıq əməllərə bağlı deyildir. Yoxsa feyz artıq feyz olmaz. Bəs nə deyək? İsrail axtardığına nail olmadı. Seçilmişlər nail oldular, qalanları bərkidilər. Necə ki yazılıb, Tarı onlara bu günə kimi yuxuluq ruhunu verib, görməyən gözlər, eşitməyən qulaqlar. Və Davud deyir, qoy onların süfrəsi özləri üçün kəməndə, tələyə, büdrəmə daşına və cəzaya dönsün. Qoy gözləri qaralsın ki, görməsinlər bellərini həmişəlik əy. Beləcə deyirəm, məgər onlar yıxılmaq üçün büdrədilər? Əsla. Amma onların təqsiri qeyri-yəhudilərin nicatına səbəb oldu ki, onları qeyrətə gətirsin. Və əgər onların təqsiri dünyaya dövlət, onların qüsuru qeyri-yəhudilərə dövlətlik oldu, gör onların kamilliyi nə qədər artıq dövlətlik gətirəcək. Lakin sizə, ey qeyri-yəhudilər deyirəm, mən qeyri-yəhudilərin həvarisi olduğuma görə öz xidmətimi izzətli sayıram ki, beləcə bəlkə həm irqlərimi qeyrətə gətirib onlardan bəzisinə nicat verəm. Çünki əgər onların rədd olunması dünyanın barışması oldu, qəbul olunmaları əgər ölülərin həyata dönməsi deyil, bəs nədir? Əgər xəmirin ilk hissəsi müqəddəsdir, bütün xəmir də müqəddəsdir və əgər kök müqəddəsdir, budaqlar da müqəddəsdirlər. Lakin əgər budaqlardan bəzisi qoparıldılar və siz ki, çöl zeytunu ağacı idiniz, onların yerinə peyvənd olunub zeytun ağacının kökünə və şirəsinə şərik olubsunuz, budaqlara fəxr etməyin. Fəxr edəsiniz, yadınıza salın ki, siz kökü yox, kök sizi daşıyır. O zaman deyəcəksiniz, budaqlar qoparıldılar ki, mən onların yerinə peyvənd olum. Doğrudur. Onlar imansızlıqları üçün kəsildilər, amma sən imanına görə yerində durursan. Təkəbbürlənmə, lakin qorx. Çünki əgər Tarının təbii budaqlara heyfi gəlmədi, sənə də heyfi gəlməyəcək. Bax indi Tarının mehribanlıq və şiddətinə, yıxılanlara olan şiddətə, lakin sənə olan mehribanlığa. Əgər onun mehribanlığında qalasan, yoxsa sən də kəsiləcəksən. Onlar da əgər imansızlıqlarında qalmasalar, peyvənd olunarlar. Çünki Tarı qadirdir ki, onları cinə peyvənd etsin. Çünki əgər sən o təbiətən vəhşi olan zeytun ağacından kəsilib, təbiətinə zidd olan yaxşı zeytun ağacına peyvənd edildin, əsl budaqlar öz zeytun ağacına daha nə qədər çox peyvənd olunacaqlar. Çünki ey qardaşlar, İstəmirəm ki, bu sirdən bir xəbər olasınız, elə ki, öz-özünüzü alim sayasınız. Qeyri-yəhudilərdən xilas olanların sayı tamamlaşana qədər, İsraildən bir hissənin ürəyi bərkləyib və beləcə bütün İsrail xilas olacaq. Necə ki, yazılıb, qurtarıcı Səhyundan gələcək və dinsizliyi Yəqubdan götürəcək. Onların günahlarını götürəcəyim zaman, onlarla kəsəcəyim əhd budur. İncilə görə, onlar sizin üçün düşməndirlər. Lakin seçilməyə görə, əcdadlarının xatirinə görə Tarının əzizləridirlər. Çünki Tarının əta etdikləri və dəvəti geriyə alınmaz. Necə siz bir zamanlar Tarıya itaətsiz idiniz və indi onların itaətsizliyi üzündən mərhəmət tapıbsınız, eləcə də onlar
indi itaətsiz olublar ki, sizin tapdığınız mərhəmətin səbəbinə görə özləri də mərhəmət tapsınlar. Çünki tarı hamını itaətsizliyə əsir edib elə ki, hamıya mərhəmət görsətsin. Bax, tarının dövlətliyinin dərinliyinə, onun həm hikmət, həm də mərifətinə, onun hökmləri nə dərəcədə ağla sığmazdır, yolları da nə dərəcədə başa düşülməzdir. Çünki Rəbbin düşüncəsini kim bilib və ya kim ona müşavir olub? Kim ona əvvəlcə bir şey verib ki, özünə cinə geri verilsin? Çünki hər şey ondan, onun vasitəsilə və onun üçündür. Ona əbədə kimi izzət olsun. Amin. Fəsil 12. Bunun üçün, ey qardaşlar, Tanrının mərhəmətinin xatirinə sizə yalvarıram ki, bədənlərinizi Tanrıya diri, müqəddəs və məqbul olan qurban təqdim edin ki, bu sizin ibadətinizdir. Və bu dünyaya bənzəməyin, lakin fikrinizin təmizlənməsi ilə dəyişilin ki, Tanrının yaxşı, məqbul və kamil iradəsinin nə olduğunu bilib yerinə yetirəsiniz. Çünki mənə bağışlanan feyzlə sizin hər birinizə deyirəm ki, özünüzü lüzumundan daha üstün saymayın. Lakin hər kəs Tanrının ona verdiyi iman ölçüsünə görə düşüncələrində ölçülü olsun. Çünki necə ki bizim bir bədənimizdə çoxlu üzvlər var, lakin onların hamısının işi bir deyil, eləcə də biz də çox olan halda Məsihdə bir bədənik və hamımız bir-birimizə üzvlərik. Və çünki bizə verilən feyzə görə cürbəcür ruhani yatalarımız var, əgər nəbilikdir, imanın ölçüsünə görə, əgər xidmətdir, xidməti ilə, əgər müəllimdir, təlimi ilə, əgər nəsihət verəndir, nəsihəti ilə, əgər ehsandır, səxavətlə, əgər rəhbərlik edəndir, qeyrətlə, əgər mərhəmət görsədəndir, üzü açıqlıqla. Qoyun məhəbbət riyasız olsun. Pislikdən ikrah edin, yaxşılığa yapışın. Qardaşlıq sevgisi ilə bir-birinizə vəfalı olun. Hörmət etməkdə bir-birinizi ötün. Qeyrətdə dala düşməyin, ruhən qaynayın və Rəbbə qulluq edin. Ümiddə sevinin, darlığa dözün, duaya bağlı qalın. Müqəddəslərin ehtiyaclarını rəf etməkdə iştirak edin. Qonaqpərvərlikdə cəhd edin. Sizə əzab verənlərə bərəkət verin, qarğış yox, xeyir-dua verin. Sevinənlərlə sevinin, ağlayanlarla ağlayın. Bir-birinizlə həmfikir olun, təkəbbürlü olmayın, lakin alçaqlarla da dostluq edin. Özünüzü alim saymayın. Heç kimə pislik əvəzinə pislik etməyin. Bütün insanların gözündə yaxşı olan şeylərə ehtiram qoyun. Əgər mümkündür, əlinizdən gəldiyi qədər bütün adamlarla barış içində yaşayın. Ey sevgililər, qisas almayın. Ancaq Tanrının qəzəbinə yol verin. Çünki yazılıb, Rəbb deyir, qisas mənimdir, əvəzini mən verəcəyəm. Lakin əgər düşmənin acdır, onu yedizdir. Əgər susuzdur, ona içirt. Çünki bunu etməklə onun başına köz kömür yığırsan. Pisliyə məğlub olmayın. Pisliyə yaxşılıqla qalib gəlin. Fəsil 13. Hər kəs hökumət mənsəblərinə tabe olsun. Çünki elə bir hökumət yoxdur ki, Tanrı tərəfindən olmasın və mövcud olan hökumətlər də Tanrı tərəfindən təyin olunur. Buna görə də hökumətə zidd duran Tanrının təyin etdiyinə zidd durur və zidd duranlar özlərinə məhkumiyyət gətirəcəklər. Çünki hakimlər yaxşı rəftarlar üçün yox, pis rəftarlar üçün qorxuludurlar. İstəyirsən ki, hökumətdən qorxmayasan,
yaxşı iş gör və o səni tərifləyər. Çünki o sənin xeyrin üçün Tanrının xidmətçisidir. Lakin əgər pis iş görəsən, qorx. Çünki o boş yerə qılınc daşımır. O Tanrının xidmətçisidir, intiqam alandır ki, pis iş görənə Tanrının qəzəbini gətirir. Bu səbəbdən ancaq qəzəbə görə yox, vicdanın xatirinə görə də tabe olmaq lazımdır. Vergini də buna görə verirsiniz. Çünki hakimlər Tanrının xidmətçisidirlər və özlərini məhz bu işə vəqf veriblər. Hər kəsə haqqını verin. Əgər bacdır bacı, əgər vergidir vergini, əgər qorxudur qorxunu, əgər ehtiramdır ehtiramı. Bir-birinizi sevməkdən başqa heç kimə borclu olmayın. Çünki özgəni sevən şəriəti yerinə yetirir. Çünki zina etmə, adam öldürmə, oğurluq etmə, tamahkarlıq etmə və bundan başqa nə əmr var, bu kəlamda xülasə olur. Qonşunu özün kimi sev. Məhəbbət qonşuya yamanlıq etməz. Ona görə də məhəbbət şəriətin yerinə yetirilməsidir. Və bunu edin, çünki zamanı bilirsiniz ki, sizin yuxudan oyanmağınızın vaxtı artıq gəldi. Çünki indi xilas iman gətirdiyimiz vaxtdan daha yaxındır. Gecə keçib və gündüz əngərib yetişir. Ona görə də qaranlıq işlərini buraxaq və nur silahına geynək. Gündüzdə olanlar kimi dürüst rəftar edək. Eyş-işrət və kefliliklə yox, iffətsizlik və səfahətlə yox, dava və həsədlə yox. Lakin Rəbb İsa Məsihi geyin və cismə elə tədarük görməyin ki, şəhvətlərini yerinə yetirsin. Fəsil 14. İmanda zəif olanı qəbul edin. Lakin onun üçün yox ki, fikirləri barədə hökm edəsiniz. Biri elə inanır ki, hər şeyi yeyə bilər, amma zəif olan adam ancaq səbziyat yeyir. Yiyən adam, yeməyən adama həqarət gözü ilə baxmasın. Yeməyən adam da yiyənə hökm etməsin. Çünki Tanrı onu qəbul edib. Sən kimsən ki, özgənin quluna hökm edirsən? Qulu haqlı çıxardan da, haqsız çıxardan da ağasıdır. Qul haqlı çıxacaq da, çünki Rəbbin gücü var ki, onu haqlı çıxarsın. Biri bir günü ayrı bir gündən əfzəl sayır, lakin ayrı biri hər günü bərabər sayır. Qoy hər kəs öz fikrində kamil yəqini olsun. Bir günü əziz tutan adam, onu Rəbb üçün əziz tutur. Yiyən adam Rəbb üçün yeyir, çünki Tanrıya şükür edir. Yeməyən adam da Rəbb üçün yemir və Tanrıya şükür edir. Çünki bizlərdən heç kim özü üçün yaşamır və heç kim özü üçün ölmür. Çünki əgər yaşayırıq, Rəbb üçün yaşayırıq, əgər ölürük də, Rəbb üçün ölürük. Buna görə də istər yaşayaq, istər ölək, biz Rəbbinik. Çünki Məsih bunun üçün cinə dirildi ki, həm ölülərin, həm də dirilərin Rəbbi olsun. Bəs sən nə üçün qardaşına hökm edirsən və ya sən nə üçün qardaşına həqarətlə baxırsan? Çünki biz hamımız Tanrının mühakimə təxtinin qabağında dayanacağıq. Ona görə ki, yazılıb, Rəbb buyurur, həyatım haqqı üçün hər diz qabağımda çökəcək və hər dil Tanrını iqrar edəcək. Deməli, hər birimiz özü üçün Tanrıya hesab verəcəkdir. Buna görə də bir-birimizə artıq hökm etməyək. Lakin buna qərar verək ki, bir qardaşın yoluna mane və ya büdrədən bir şey qoymayaq. Bilirəm və Rəbb İsa'da yəqinim var ki, heç bir şey özü özündən nəcis deyildir. Amma bir şeyi nəcis sayan üçün o şey nəcisdir. Çünki əgər sənin qardaşın yediyin bir şeydən ötürü incəyir, artıq sən məhəbbət üzündən rəftar etmirsən. Öz yiyəcəyinlə o adamı həlak etmə ki, Məsih onun xatirini öldü. Onun üçün qoymayın ki, sizə yaxşı olan bir şey pislənsin.
Çünki Tanrının padişahlığı yemək və içmək deyil, salihlik, barış və müqəddəs ruhda şadlıqdır. Çünki kim Məsihə belə xidmət edir, Tanrıya məqbuldur və insanlar tərəfindən təsdiq olunur. Ona görə də o şeylərə can ataq ki, barış gətirir və bir-birimizi bərqərar edir. Yemək xatirinə Tanrının işini pozmayın. Hər şey doğrudan da tahirdir, lakin yedikləri ilə özgə adamın büdrəməsinə səbəb olan üçün o şey pisdir. Yaxşıdır ki, ət yeməyəsən, şərab içməyəsən və ya qardaşını büdrədən bir iş görməyəsən. Əgər sənin imanın var, Tanrının hüzurunda özünə saxla. Xoş o adamın halına ki, təsdiq etdiyi işdə özünü məhkum etmir. Amma bir yeməkdən şübhə edən adam o yeməyi əgər yesə məhkum olur. Çünki gördüyü iş imandan deyil və imandan olmayan hər şey günahdır. Fəsil 15. İndi biz ki qüvvətliyik, gərək qüvvətsizlərin zəifliklərinə dözək və ancaq öz xoşluğumuzu axtarmayaq. Və hər birimiz yaxşılıqda bina etmək üçün qonşumuzu xoşlandıraq. Ona görə ki, Məsih də öz xoşluğunu axtarmadı, amma necə ki yazılıb, səni danlayanların danlağı mənim üstümə düşdü. Çünki qabaqdan yazılanların hamısı bizim təlimimiz üçün yazıldı ki, təhəmmül və müqəddəs yazıların təsəllisi ilə ümidimiz olsun. Qoy təhəmmül və təsəlli verən Tanrı, Məsih İsa'ya görə sizə bir-birinizlə həmfikir olmağı ehsan etsin ki, siz birlikdə bir səslə Rəbbimiz İsa Məsihin atası olan Tanrını ucaldasınız. Buna görə də, necə ki Məsih sizi Tanrının izzəti üçün qəbul etdi, siz də bir-birinizi qəbul edin. Çünki bunu deyirəm ki, Məsih Tanrının həqiqətindən ötürü xətnənin xidmətkarı oldu ki, əcdadımıza verilən vədələri təsdiq etsin və qeyri-yəhudilər Tanrının mərhəməti üçün ona izzət versinlər. Necə ki yazılıb da, buna görə qeyri-yəhudilər arasında həmd edəcəyəm və sənin adına oxuyacağam. Və cinə deyir, ey qeyri-yəhudilər, onun xalqı ilə şadlıq edin və cinə, ey qeyri-yəhudilər, Rəbbə həmd edin, qoy bütün xalqlar ona həmd etsinlər. Və cinə Eşəya deyir, Yəssənin kökündən olan gələcək və o qeyri-yəhudilərə hökmranlıq etmək üçün qalxacaq. Qeyri-yəhudilər ona ümid bağlayacaqlar. Qoy ümid tarısı imanda sizi hər cür şadlıq və barışla doldursun ki, siz müqəddəs ruhun qüvvəti ilə, ümidlə dolub daşasınız. Bundan əlavə, ey qardaşlar, mən özüm də sizin haqqınızda yəqinim var ki, siz özünüz də yaxşılıqda dövlətli və hər cür mərifətdə dolusunuz və bir-birinizi də nəsihət etməyə qadirsiniz. Amma bəzi məsələlər barədə sizə daha cəsarətlə yazmışam ki, sizə xatırlamış olum. O feyzdən ötürü ki, Tanrı tərəfindən mənə verilib ki, qeyri-yəhudilərə İsa Məsihin xidmətkarı olam və Tanrının İncilinə bir kahin kimi xidmət edəm, elə ki, mənim təqdim etdiyim qeyri-yəhudilər Tanrıya məqbul və müqəddəs ruh tərəfindən təqdis olunmuş bir qurban olsun. Beləcə, Məsih İsa'da Tanrıya təqdim olan xidmət üçün fəxr edirəm. Çünki mən heç bir şey danışmağa cəsarət etmərəm, məgər onlar haqqındakı Məsih mənim vasitəmlə qeyri-yəhudilərin itaəti üçün həm sözdə, həm də əməldə, əlamətlər və əcaiblər qüvvətində və müqəddəs ruhun qüvvətində yerinə yetirib. Belə ki, Orşəlimdən başlayıb İlirkuma qədər Məsihin İncilini tamam kamal vəz etmişəm. Və belə çalışmışam ki, İncili Məsihin hələ adı onlara yetişməmiş yerlərdə vəz edim ki, özgə bir adamın bünövrəsi üstündə bina etməyin. Amma necə ki yazılıb,
onun haqqında xəbərləri olmayanlar görəcəklər və eşitməmiş olanlar anlayacaqlar. Bundan ötürü də çox dəfə sizin yanınıza gəlməkdən saxlandım. Amma indi ki, bu ölkələrdə artıq bir yer qalmayıb və uzun illərdən bəri sizin tərəflərinizə gəlməyi arzu edirəm, İspaniyaya keçib gedəndə ümidim var ki, sizi də görəm və əvvəl bir müddət sizin yanınızda olmaqdan biraz doyam və sonra siz məni oraya yola salasınız. Lakin indi müqəddəslərin xidmətində Urşəlimə gedirəm. Çünki Məqduniyə və Əxayiyyəyə xoş göründü ki, Urşəlimdəki müqəddəslərin arasında kasıb olanlara kömək yığsınlar. Əlbəttə, xoş göründü, həm də onlara borcludurlar. Çünki əgər qeyri-yəhudilər onların ruhani bərəkətlərində şərik oldular, onlara maddi bərəkətlərlə də xidmət etməlidirlər. Beləcə, bu işi başa çatdırıb və bu səmərəni onların əlinə çatdırandan sonra sizin tərəflərinizdən keçib İspaniyaya gedəcəyəm. Və bilirəm ki, sizin yanınıza gələndə Məsihin bol bərəkəti ilə gələcəyəm. İndi ey qardaşlar, sizə Rəbbimiz İsa Məsihin xatiri üçün və ruhun məhəbbətinin xatiri üçün yalvarıram ki, Tanrıya mənim haqqımda etdiyiniz dualarda mənimlə birlikdə çalışasınız ki, Yəhudiyədə olan itaətsizlərdən xilas olum və Urşəlimə olan xidmətim müqəddəslərə məqbul olsun. Və beləcə mən Tanrının iradəsi ilə şadlıqla sizin yanınıza gəlim və sizin dostluğunuzla bir dincəlim. İndi barış verən Tanrı sizin hamınızla olsun. Amin. Fəsil 16. Və bacımız Fibini ki, Kənxəriyyədəki kilisanın xidmətkarıdır, sizə tapşırıram. Onu Rəbdə müqəddəslərə layiq olan şəkildə qəbul edin və sizə nə ehtiyacı varsa ona kömək edin, çünki o da bir çoxlarına və mənim özümə də kömək edin. Məsih İsa'da mənim həmkarlarım Priska və Əkilaya salam yetirin ki, mənim canım üçün öz başlarını qoydular və onlardan ancaq mən yox, bütün qeyri-yəhudi kilisalar təşəkkür edirlər. Onların evində olan kilisaya da salam yetirin. Asiyanın Məsih üçün ilk məhsulu olan sevgilim Əpəntosa da salam yetirin. Bizim üçün çox zəhmət çəkmiş Məryəmə də salam yetirin. Qohumum və zindandakı yoldaşlarım Andronikos və Yonyasa salam yetirin ki, həvarilər arasında şöhrət qazanmış və məndən daha qabaq Məsihə iman gətiriblər. Rəbdə olan sevgilim Ampeliatosa salam yetirin. Məsihdə həmkarımız olan Orbanos və sevgilim Estaxisə salam yetirin. Məsihdə təsdiq olunmuş Əpəllisə salam yetirin. Aristobolosun evindən olanlara da salam yetirin. Qohumum Hirodiyona salam yetirin. Narkisosun evindən Rəbdə olanlara da salam yetirin. Rəbb üçün zəhmət çəkən Trayfayina və Trayfosa salam yetirin. Sevgili Pərsisə də salam yetirin ki, Rəbdə çox zəhmət çəkib. Rəbdə seçmə bir yolan Rofosa, anasına və mənim anama da salam yetirin. Asinkritos'a, Filqona, Hermesə, Patrobasa, Hermasa və onlarla olan qardaşlara salam yetirin. Filologos və Culiyaya, Neros və bacısına, Olimpasa və onlarla olan bütün müqəddəslərə salam yetirin. Bir-birinizi müqəddəs öpüşlə salamlayın. Məsihin bütün kilisaları sizə salam göndərirlər. Ey qardaşlar, sizə yalvarıram ki, öyrəndiyiniz təlimin əksinə olanlarda, ayrılıqlara və manelərə səbəb olanlarda gözünüz olsun və onlardan uzaq durun. Çünki belə adamlar Rəbbimiz Məsihə yox, öz qarınlarına qulluq edirlər və şirin və aldatan nitqlərlə sadə adamların ürəklərini azdırırlar. Çünki sizin itaətinizin xəbəri hamıya çatıb
Bunun üçün mən də sizin haqqınızda sevinirəm. Lakin istəyirəm ki, yaxşı olan şeylərdə hikmətli və pis olan şeylərdə məsum olasınız. Və barış verən tarı, şeytanı əngərib ayaqlarınızın altında əzəcək. Rəbbimiz İsa'nın feyzi sizinlə olsun. Həmkarım Timoteus da sizə salam göndərir, həm də qohumlarım Lokios, Yason və Sosipater. Mən Tertiosdakı bu məktubu yazıya çəkirəm, Rəbdə sizə salam göndərirəm. Mənim və bütün kilisanın mehmandarı olan Qayos da sizə salam göndərir. Şəhərin xəzinədarı olan Erastos və Kuartos qardaş da sizə salam göndərirlər. Rəbbimiz İsa Məsihin feyzi sizin hamınızla olsun. Amin. İndi ona cəlal olsun ki, mənim müjdəm və İsa Məsihin vəzinə görə sizi bərqərar etməyə qadirdir. O sirrin kəşfinə görə ki, keçmiş zamanda uzun bir müddət üçün gizli saxlanmış idi. Amma həmindi aşkar olub və nəbəvi kitabların vasitəsilə əbədi tarının hökmünə görə bildirilib ki, bütün millətlərin imandan olan itaətə səbəb olsun. O tək bir hikmətli tarıya, İsa Məsihin vasitəsilə əbədə kimi izzət olsun. Amin.